Salam tamaşaçılar, hər vaxtınız xeyir olsun. Mədəniyyət xəbərləri efirdədir. Həftənin ən mühüm mədəni hadisələrini şərh etməzdən əvvəl istərdim ki, bağlıdır. Bilirsiniz ki, Bakıda Misir Mədəniyyət Bürosu fəaliyyət göstərir və bu büronun Azərbaycan Elmlər Akademiyasının kitabxanası ilə birgə təşkil etdiyi kitab sərgisində də Misir yazıcı və şairlərinin Azərbaycan və Rus dillərinə tərcümə edilib, çap olunmuş kitabları sərgilənir. 75 illik tarixi yol keçmiş Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təşəbbüsü ilə Misir Mədəniyyət Bürosunda açılmış Ərəb dilindən tərcümələr adlı kitab sərgisi Misir və Azərbaycan xalqının dostluğu, elmi mədəni əlaqələrinin parlaq timsalı olmaqla bərabər Şərq dünyasının qədim tarixinə, ədəbiyyatına, mədəniyyətinə bağlılığımızı bir daha zəngin milli təfəkkür nümunələri ilə təsdiq edən tarix səhifələrindən idi. Ümumiyyətlə, son illər Mərkəzi Elmi Kitabxana beynəlxalq təşkilatlarla işgüzar əlaqələrini daha da genişləndirərək Azərbaycan elminin, mədəniyyətinin təbliğ etməyi özünün müqəddəs borcu sayan kitabxana Respublikamızın ən əhəmiyyətli elm və mədəniyyət mərkəzlərindən birinə çevrilib. Xüsusilə minlərlə şərqşünas alimlərin, aspirant və elmi işçilərin istifadəsində olan Şərq Ədəbiyyatı Fondu əhatə etdiyi qaynaqlara görə dünyanın ən zəngin kitabxanalarından biri sayılır. Şərq Ədəbiyyatı mütəxəssislərinin orijinallardan tərcümə edərək bizə təqdim etdiyi unikal nüsxələr məhz bu fondda toplanıb. Sərginin açılışında çıxış edən Misir Mədəniyyət Bürosunun direktoru cənab Salih Maşal getdikcə daha da genişlənən mədəni əlaqələrimizdən, Azərbaycanın görkəmli şərqşünas alimlərinin dəyərli tədqiqat əsərlərindən söz açdı. Salih Maşal Misirin tanınmış yazıcı və şairlərindən, xüsusilə Nobel mükafatı laureatı, 33 roman və yüzlərlə hekayələr müəllifi Nəcib Məhfuzun, Mişel Süleymanın yaradıcılığından bəhs edərək Mədəniyyət Bürosunun bu il ərəb dilindən ən gözəl tərcümə edilmiş 3 əsər üçün mükafat təsis etdiyini bildirdi. Qeyd edək ki, Nəcib Məhfuzun bir çox ərəb dilindən rus dilinə tərcümə olunmuş əsərlərinə Yağış altında məhəbbət, Güzgü və onun haqda yazılmış əsərlərin müəllifinə ayrıca güşə həsr edilmişdir. Sərgi haqda ümumi məlumat verən Elmi Kitabxananın direktoru, filologiya elmləri namizədi Əmin Əfəndiyev, ərəb dilində yazıb yaradan şair və alimlərimizdən Sovet məkanında şərqşünaslıq elminin məhz Azərbaycanda daha geniş inkişafı, görkəmli şərqşünas alimlərimizin yaxın və orta şərq xalqları ədəbiyyatı tarixinin öyrənilməsində göstərdiyi səyləri yüksək qiymətləndirdi. Sərginin ən maraqlı eksponatlarından biri 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində orijinal ərəb mənbələrindən köhnə hürufatla tərcümə edilmiş kitablar idi. Onlardan Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə nəşr edilmiş nəşrlər, Gürcü Zeydanın, Camal Yusufzadənin tərcümələri xüsusi maraq doğururdu. Dini ədəbiyyat bölməsində isə ərəbşünas alimlər Ziya Bünyadovun, Vasim Məmmədəliyevin tərcüməsi olan Quran nümunələri nümayiş etdirildi. Tədbirdə həmçinin həmkarımız Kamil Əfsəroğlunun çapdan çıxmış Bəyaz Pərdə adlı kitabı qonaqlara hədiyyə edildi. Xatırladaq ki, bu kitabda həmçinin Misirin tanınmış aktyoru Nural Şərif və tanınmış rejissoru Yusif Şahin haqqında da söhbət açılıb. Mədəniyyət xəbərləri efirdədir.